Çalış insanlara mərhəmət hissi ilə davran. Heç zaman zülm eləmə. Zalimların zümrəsinə, o dəstəyə, o cərgiyə qatılma. Əgər biri birinə zülm eləyirsə, zülm edənin adına zalim deyərlər, zülm olunana məzlum deyərlər. Məzlumun ahı yerdə qalmaz. Bir ah bir insanın həyatını dəyişə bilər, onu viran edə bilər, alt-üst edə bilər. Çünki bəzən elə məzlumlar olur ki, Allahdan başqa kimsəsi olmur. Allahdan başqa onun bir arxası, dayağı olmur, köməyi olmur. Əgər doğrudan da bir insan özünə arxa dayaq Allahı bilə, onun qarşısında heç bir güc qüvvət tab gətirə bilməz. Və Uca Rəbbimiz Quran-ı Kərimdə Ali-İmran surəsinin 57-ci ayəsində buyurur: İnnəllaha la yuhibbuz zalimin. Allah zalimləri sevməz. Allah zalimləri dost tutmaz. Yəni zalim heç vaxt Allahın dostu ola bilməz. Bundan nə ağır cəza olsun ki, Allah bir insanı sevməsin, heç vaxt onu özünə dost tutmasın. Allahın sevgisindən uzaq düşən insan bədbəxt insandır. Allah sevgisindən uzaq düşən insan nicat tapmayan, uğur əldə etməyən insandır.